İnsan iftar edir, orucunu açır, sonra təyyarə ilə səfərə çıxır və təyyarə qalxdıqdan sonra görür ki, hələ günəş batmayıb. Bunun hökmü nədir? Bu baş verir, qardaşlar. Yəni, zahirən belə şeylərlə bir çox qardaşlar, səfərə çıxan qardaşlar bu şeylərlə qarşılaşır. Məsələn, Tiflisdə iftar edirsən, məğribin vaxtında iftar edirsən, orucunu açdın aeroportda, təyyarə qalxır. 10 dəqiqədən sonra görürsən, günəş hələ batmayıb. Hökmü nədir? Ona görə bu, belə baxsaq, hətta müasir məsələlərdən deyil. Keçmiş qədimi alimlər bunu fərz edərək danışıblar. Ki, əgər bir insan olduğu yerdə orucu açarsa, sonra bir təpəyə çıxarsa, görərsə ki, günəş batmayıb. Ona görə hədis var bu barədə. Muhammed sallallahu aleyhi ve sellem bir nəfər elə bil ki, əzan verilir, iftar açılır. Bir nəfər gedir, təpəyə çıxır. Deyir ki, günəş batmayıb, günəş batmayıb. Peyğəmbər sallallahu aleyhi ve sellem onu qınayır ki, sən olduğun yerdə günəşin batmasından məsulsan, günəşin arxası ilə qaçmaqdan deyil. Başa düşürsünüz, qardaşlar. Məsələn, burada iftar vaxtı olur. Hamımız baxırıq ki, günəş batdı və burada iftar eləyirik. Yuxarıda bir valda günəş batmamış olur. Ona görə bu şəriətin asanlığındandır ki, sən olduğun yerin hökmü ilə bağlısan. Başqa yerin hökmü ilə deyil. Sənin olduğun yerdə günəş batdısa, 1 kilometr o tərəfdə günəş batmayıbsa, sənə halaldır orucu açmaq, onlara deyil. Ona görə sənin orucu iftar etməyin şəri dəlil əsasınadır, o da günəşin batması. Sonradan şəri dəlil əsasına ibadəti yerinə yetirmişsənsə, sonradan başqa bir şey ortaya çıxarsa, sən artıq düzgün olanı etmiş olursan. Ona görə qısacası hökm odur ki, kim günəş batdıqdan sonra iftar etmiş olarsa və sonra o insan təyyarə vasitəsilə səfərə çıxarsa və sonra günəşin batmadığını görərsə, o insanın orucuna heç bir xələli yoxdur, iftarı da orucu da səhihdir. İxlasla.com saytı tərəfindən təqdim olundu.